2, 1. Neçənsə ikinci. İkinci video. Sual Sual-cavab videosu olacaq. Mən başlayayım. Evet. Əgər böyle bir qabiliyyətin olsaydı nə olardı və o necə istifadə edərdin? Bir qabiliyyət. Milyoner olmaq qabiliyyət. Ən asad yolla milyoner olmaq istəyərdim. Əlbəttə olur, nə olar ki? Əlbəttə də olur. Yapışma. Yapışma. Dört olması. Bir qabiliyyətin olsaydı nə olardı? O necə istifadə edərdin? Məsələn. Görməzdim. Mən uçmaq istərdim. Çünki hər dəfə deyirsən ki, uç buradan. Heç əlaqəsi yox. Həyatda ən çox qürur duyduğun an hansıdır və nə üçün? An. Olmuyor. Olmuyor. Heç olmuyor. Bütün sualı bir. Səni ən çox qorxudan şey nədir və bu qorxu necə dəf edirsən? O qorxumucu ayın sol edəcəm. Nə oldu? Bir şey vermədi, hiç şey. Ay. Doğrudan mı? Xəyanət edilmək yoxsa xəyanətə uğramaq? Nə əlaqəsi var? Bizə xəyanət etmək yoxsa? Mən sənə xəyanət edeyim, yoxsa sən mənə xəyanət edəyəsən? Heç bir xəyanət eləmərəm. Yox, ikisindən birini. Sən mənə xəyanət et, yoxsa mən sənə xəyanət edirəm? Hə, indi mən qız oğlanam, mən sənə xəyanət edirəm, sən yoxsa mənə xəyanət edirsən? Yox, sən mənə xəyanət etsən, bir dəqiqə məyəcəm çıxmışsan burada. O sualın cavabı deyil, adam sualın cavabı deyil. Sən eləyərsən, yoxsa sənə eləyərlər? Mən eləyərlər, mən o qədər saf adamam ki, mən eləyərlər xəyanəti. Mən eləyirəm. Qəzaya düşmüsən? Hə. Orta qəza olması istəyirsən, yoxsa ümumiyyətlə ölmək istəyirsən? Ölmək istəyirəm. Orta qəza bilsən də nədir? İşkəs qalmaq. Hə, elə. Qol ayağın sudur, hər birisi. Ay, onu mən deyəməm. Mən deyəməm. Allah'ım öyle. Nə oldu yəni? Bu sualı dəyişdirmək istəyirəm. Yaxşı sevilmək, yoxsa sevmək? Sevilmək. Hamı sevilmək istəyir. Ən qəribə yuxum nə oldu? Ən qəribə yuxum? Ən qəribə yuxum. Bunu kadr arxası şey eləyərik. İndi deyəsiniz. Sən deyginən, kadrımadır, boş ver. Hə. İstədiyim bir nəfər yuxuma girib. Mənə hər şey deyib, sonra çıxıb gedir məsələn. Ola. Sən başıma mən. Başıma nə gələcəksə qabaqcadan yuxuma gəlir. Hə, eləsinə. Əgər bir filmdə yaşamaq imkanın olsaydı, hansı film olardı? Film, filmimiz kinoda yəni. Bu kino fərqlərinə olur. Film. Film. Halifayına olmaq istəyirəm. Niyə? Xəstə səslər. Ən sevdiyin uşaq oyuncağı nə olub və onunla bağlı ən xoş xatirən nədir? Mən təxmin edirəm hansı. Hansı? Yeşim. Mişqa şey var. Tərişli və it. Yaşıl qulaqlı. Yaşlı qulaqlı. Qulaqları yaşı olduğu üçün ona Yeşim adı vermişdi. Ötə bir də ki, yox. Kinodan baxmışdım. Kinodan baxıb adın Yeşim qoymuşdu. İnadına aşk idi yoxsa aşk inadına aşk idi. Orada şey çıxmış. Araz teknolojinin CEO'su nə neydi? Neysə də uzun boy olmaq istədim, yoxsa bağlı boy? Normal. Normal. Özüm qısa boyam. 48 boyum var yaxşı. 46'dır. 48. 2 santim böyümüşəm mən. 2 santim böyümüşəm. Yaxşı, qar yeməyi yoxsa isti çay udmaq çay yeməyi? Qar yeməyi. Çay olsa yanmalarla titrəməm mənə lazımdır. İstədiyin insanı itirmək yoxsa istəmədiyin insanı? İstəmirəmsə demək o istəməyən insan olur. Yox, sənə daha çox bağlı olan bir insanda hər pis günündə yanında olmuş bir insanı itirmək. Yoxsa sən onu istəmirsən? Əgər pis günündə yanımdadsa, mən o insanı istəyərəm. Niyə istəməyim ki? İstəmədiyim insan əlaqəsi yox. Hə, istədiyim adam mənim yanımdaysa, mən o adamı istəmərəm. Bəs həmişə gündə həmin insana bağlanmısan. O sənin qoz yerində də qoymur. Yox. Mən onu istəmərəm. İstəmirəm, mən də istəmirəm. Mən netəm, oyna. Net. Nəfəs aldığın sürəcə arıqlanmaq, yoxsa nəfəs aldığın sürəcə kökəlmək? İkisi də çox pisdir. Arıqlayaraq da ölə bilərsən, ürəyində dayana bilər, hər bir şey olar. Kökəlliyinə kökəlib partlaya bilərsən. Anlıyorum. Axırı da ölüb daha, fərq eləmiş. Anlıyorum da, ikisi də çox pisdir. Yox, mən birini seçməsin, mən mənəm. Kökəlməyə, kökəlməyə daha gec görürsən. Kökələn də. Kökəlmək.
Niyə qalmadın səkə qalmaq yaxşıdır? Süfrəni səni daşımaq var. Ondan da çürüyür. Hə. Uşaqlıq xəyallarından hansı hələ də səni heyecanlandırır? Bax görsən maraqlıdır. Uşaqlıq, bir də deyil sözüm. Uşaqlıq xəyallarından hansı hələ də səni heyecanlandırır? Uşaqlıq xəyallar. Aha, uşaqlıq xəyalları, uşaqlıq xəyallarında elə bir. Özün indi uşaq. Deyirəm sözüm. Yaxşı. Nə bilim ağay. Xəyallarımı həmişə suya düşürən şey olmuş. Niyə? Fayra çıxardıb. Adı oldu su içməyə gelmişkən mən fayda qoyub çıxıb gələn insan deyir. Ya əslində Pas keçdim. heç xəyalın olmayıb yəni. Ol be. Xəyallarım məndə bir boğaz xəyal. Ya da birini də indi heyecanlandırırsan bir şey yoxdur. Əgər bir heyvan olsaydın hansı olardın və nə üçün? Dəvə olardım. Normalda dəvə. 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 Evet. Təşəkkür görmədim. Ama yenə dəvə olsun yəni. Niyə görə? Ama niyə? Ne üçün dəvə? Həm Hı. suya dayanır, həm də aclığı dayanır. Ən gözəl sualdır bəlkə də. Öyrəndiyin ən dəyərli həyat dərsi nədir? Heç kəsə inanmıram. Necə? Orası bir şey. Mənə də inanmıyorsun. Ailəndən gizlətdiyim bir şey. Hı. Nə oldu? Gizlədirəm sonra niyə deyim? Nə oldu? Gizlədirəm sonra niyə deyim? Deməlisən. Də, mən də deyərəm, də. Əgər bir şey gizlədirəmsə onu yenə də gizlədirəm. O burada da olsa demərəm yəni. Niyə demərəm? Demirəm. Qutulqanın üstündə oturmaq, yoxsa iynənin üstündə oturmaq? Nə alaka? Nə deməlisən? Birini deməlisən. Aynen sual olur. Normal sual, belə sual olur ha. Mən nə suallar verirəm, bu da suallar verir mənə. Belə bu tulka nə əlaqə? Tulka sən məni. Tulka da bildiğim tulka. Paspas olabilir. Türkiye'de otur. Türkiye'de otur. Mən sənə gəldi, o yoxdur. Mən gəldi, tulka var. Xəyalındakı adamın bir dənə canlandırmaq istəsən, hansı xəyalındakı adamı canlandırmaq? Öz karakterlərimdən olsun. Öz karakterlərimdən olsun. Qısa və net Bitirdiğin bir anı təzədən yaşamaq istəyərsən. istəyirəm. İntikam alsan, kimdən intikam almaq istəyərsən? Nə barədə? Fərq yox. İntiqam alacağım biri yox. Aynı sən də sor. Həm. Səni ən çox güldürən hadisə nə olub? Nasıl olub? Hə. Hansı olur? Bir dəfəsində məktəbdə bir nəfərə demişdim ki, sənə görəm kim şalvar partda, sonra şalvar partda. Hə, ay. Keçmişə qayıdıb özünə bir məsləhət vermək imkanın olsaydı, bu nə olardı? Nə məsləhət verərdin özünə? Yox, sual da vermədim. Pis yerdən gəldim, pas keçkən, babamı da anlamıram. Döndü tulka məsələsidir, neysə. Sənin üçün əsl dostluq nə deməkdir? Pis günündə yanımda olmaq. Hansı tarixi şəxsiyyətlə nahar etmək istərdin və nə soruşardın? Tarixdə, əvvəlki laf o Aha. şeydən, Aha. deyən, neydi onun adı? Hürrəmdən. Hə? Deyəsən, çox muhteşem yüzü, çox bağlı bir özlərə hürrəm oxşadı, çox oxşadılar. Bax, hürrəm oxşamam, oxşamam. Oxşamam. Niyə sarı qısım oxşayırsan? Sar deyirəm, əsmər. Əsmər ol, adı bir gün. Hə. Dünyanı dəyişmək üçün bir şansın olsaydı nəyi dəyişərdin və niyə? Bir də sualı təkrarla. Dünyanı qurtarmaq istəsəydin, Qurtarmaq yox. Dünyanı dəyişmək üçün bir şansın olsaydı nəyi dəyişərdin və niyə? Prezidenti. Acı gün. Necə ən acı gün? Yəni, sən mənim xoşbaxt günündə yenə nə sən güldür. Mən sən deyirəm ki, ən pis günündə nə sən ağladın. Ən pis gün mənə nə ağladı? O pis gündə ağlayaram da. Pis gün keçirdirəm, ağlayaram. Nə pis gün keçirmisən də? Hə, necə bir pis gün keçirdə bilərəm ki, mənə ağlayacaq gedər. Mənə bir şey məcbur edəndə. Gəl, podkastda dur. Hə? Bugün sabah olsaydı, sabah gələn il olsaydı, nə etmək istəyərdin? Bugün sabah olsaydı, sabah gələn il olsaydı, nə etmək istəyərdin? Bugün sabah olsaydı, sabah gələn il olsaydı, nə etmək istəyərdim? Yatmaq.
Gözlədim salacağım bu deyil ama neyse. Nə gözləyirdin ki? Hansı dildə danışmaq istəyərdin? Hansı? Hansı ölkəyə girmək istəyərdin? Hansı ölkənin başçısı olmaq istəyərdin? Belə şey. Alman dilində danışmaq istəyərdim. Alman asan da öyrənmiyorum. Beyin yox. Öyrənməyi var. Beyin yox. Öyrənməyi var. Hansı ölkəyə getmək istəyərdin və oranın başçısı olmaq üçün hansı dildə danışmaq istəyərdin? Nə yəni? Oranı Heç bir yerin başçısı olmaq istəmirdim. Alman dilində danışmaq istəyərdim. Başqa bir şey yox. Mən burada mən. sənlik deyil. Gələcəkdə özünü nə görürsən? Gələcəkdə özümü harda görürəm? Nə görsən yox, harda görürsən deyə Nə sual görürsən? olanda. Gələcəkdə nə görmək istəyirsən? Belə bir fikrim yox. Səni ən çox qorxudan şey nədir və bu qorxu necə dəf edirsən? Sakitliğimlə. Qorxun nədir? Qorxum olub da. Nədir? Döyərəm səni. Allah döyərəm səni. Demirsən axı nədir? Dedim də. Demədim. Ekrana bax. Ya ikimiz itilməkdən, dəyərlərini itilməkdən, insan olmasa Balam. balasını Doğmuşam, itilməkdən. sulutum da var. Bu elə, tez elə. Nə? Özündən. Gələcəkdə özünü harda görürsən? Mən gələcəkdə anamın həvəsini şey eləmək istəyirəm. Neyse, amma mən sənin gələcəkdə mən sən bir şey yaşamağı istəyirəm. Geldim gördüm ki kardeşim bıçaklayıp anne orada defne. İşte geldim gördüm ki kardeşim bıçaklayıp oğlum içkili oldular ikisi de. Bir de hoş daha hoş geldi. Özege teslim olup kardeşim de parmağı kesse anne orada defne. Rahmete gidip. Ben iş adamıyım işteydim. Mən iş adamıyım, işdəydim. Yəni evdə bir hadisə olsa mən iş adamıydım. Açım açıqlama budur.